Əziz və dəyərli şagirdlər, uzun sürən aradan sonra mən sizin üçün mövzu 46-nın izahını verəcəm. Və bir qeydi də nəzərinizə çatdırım ki, artıq bilirsiniz ki, imtahana demək olar ki, 2 aydan da az vaxt qalıbdır. Və burada siz nəticələrinizi əgər artırmaq istəyirsinizsə, təbii ki, çoxlu sınaqlar işləməlisiniz, quizlər işləməlisiniz. Bəziləri, yəni müxtəlif sınaq kitablarından və Diyanətin öz vəsaitinin içində olan sınaqlar var. Və mənim sizin üçün 4 və 5-ci siniflər üçün sınaqlar qrupum var ki, o qrupda həftədə 2 dəfə, deməli, həm quizlər paylaşılır və quizlərin gizli linklərlə izahları paylaşılır və sınaqlar paylaşılır. Sınaqların gizli linklərlə izahları paylaşılır. Bunlar hamısı mənim öz məhsullarımdır. Özüm hazırlayıram, özüm yığıram. Bunu hazırlaşan, yəni liseylərə, ümumiyyətlə liseylərə hazırlaşan şagirdlər üçün dəstək məqsədi ilə cüzi bir ödənişli qrupdan istifadə edə bilərsiniz. Və necə əlaqə saxlaya bilərik müəllimə sualına isə Instagram səhifəsinə sadəcə olaraq bu səhifəyə yazmaqla oradan sizi cavablandıracaqlar, əlaqə saxlaya bilərsiniz. İndi isə baxırıq mövzu 46-ya. Mövzu 46 asıllıq mövzusudur. Asıllıq deyəndə ki, əslində bu yeni bir mövzu deyil. Dəyişəni olan ifadələr mövzusuna nəzər salsaq, demək olar ki, dəyişəni olan ifadələrdir. Asıllıq nə deməkdir? Asıllıq o deməkdir ki, burada y-in x-dan asıllığı göstərilibdir. Yəni, y asılı kəmiyyətdir. Y-ə başqa cür biz deyirik nə? Ordinat. Ordinat. X-a da deyirik absis. Yəni, absis və ordinat sözünü haradasa görsəz, bilin ki, ordinat y-dir, absis də x-dir. Bunu koordinat oxları üzərində göstərsək, üfüqi oxumuz absis oxudur, şaqili oxumuz koordinat oxudur. Bu şəkildə, yəni, yadda saxlamanız gərəklidir. Baxırıq buradan birinci suala. Birinci sualda deyir ki, əgər x 8 olarsa, onda y bərabərdir 5 vurulsun 8, o da bərabərdir 40 və bizə deyir y tap, biz də y tapdıq neçə? 40. Növbəti sualımız ikinci sualdır. Yenə də y-in, deməli, x-in yerinə 20 veribdir. Y bərabərdir. 4 vurulsun, x-in yerinə 20 yazıram. 20 çıxılsın 12. 4-ü 20-yə vururam. 80, 80-dən də 12-ni çıxıram. 68 eləyir bizim ikinci sualımız. Növbəti sualımız üçüncü sualdır. Üçüncü sualda deyir ki, burada artıq y veribdir. Yəni, mən x-in yerinə yox, x olduğu kimi qalır. Y-in yerinə 375 yazacağım. O zaman 4x-in kvadratı bərabərdir. 375 üstə gəlsin 25. 4x-in kvadratı bərabərdir 400-ə. X-in kvadratı bərabərdir 400 bölünsün 4. O da eləyir 100. Hansı ədədin kvadratı 100-ə bərabərdir? Təbii ki, onun kvadratı 100-ə bərabərdir. Dördüncü sualımızda yenə də y-in yerinə 202 yazıram. 3x-in kubu üstə gəlsin 10 bərabərdir 202-yə. 3x-in kubu bərabərdir 202-dən 10 çıxanda 192 eləyir. X-in kubu da bərabərdir 192 bölünsün 3. Cavab eləyir 64. Hansı ədədin kubu 64-ə bərabərdir? Təbii ki, 4-ün kubu 64-ə bərabərdir. Yəni bizim dördüncü sualımızın cavabı ilə 4-dür. Gəldik 5-ci suala. Şagirdlər. Bəzi şagirdlər çaşır ki, müəllim, bu 1-8 nə deməkdir, 2-11 nə deməkdir? Şagirdlər, burada 1-8 koordinatlardır. Biz də bilirik ki, koordinatlardan birinci yerdə dayanan x-in qiymətidir, ikinci yerdə dayanan y-in qiymətidir. Yəni, bu bizə demək istəyir ki, bizə verilən düsturda, 3x plus 5 düsturunda x-in yerinə 1 yazın. Hesablayın. Əgər cavab 8 alınarsa, o zaman bu koordinat cütləri bu düstura aiddir. Yazıram 3 vurulsun, 1 üstə gəlsin, 5 bərabərdir 8. Aiddir. Bu şəkildə bir-bir yoxlayırıq. İkincini də yoxlasaq 3 vurulsun, 2 üstə gəlinsin, 5, 11 eləyir. Bu da aiddir, bu da aiddir. Bizə hansılar deyir, aid deyil. 5-ciyə baxırıq burada. 3'ü vururuq 7-yə 21. 21-in üstünə 25 gəlirik. Eləyir neçə? 25 yox. 21-in üzərinə 5 gəlirik. Düsturumuzda 5-dir. O deyilir 26, amma bizə cavabda 25 veribdir. Deməli 5 bura aid deyil. Qeyd edib saxlayırıq. 7-ciyə də baxaq buradan. Yəni 3'ü vuraq 12-yə. Üzərinə gələk 5. 36-ın üstünə 5 gələndə 41 eləyir. 7-ci də burada aid olmadı. 5-ci və 7-ci. Yəni, mən çox uzatmayacağım. Bir-bir siz özünüz qoyub yoxlasaz görəcəksiniz ki, aid olanlar var.
Növbəti sualımız 6-cı sualdır. Koordinat müstəvisində ordinatı absisin kvadratına bərabər olan, bayaq dediyimiz kimi ordinat y-dir, bərabərdir x-in kvadratı. 7-ci sualda koordinat müstəvisində ordinatı absisin 5 mislindən 8 vahid az deyirsə bu şəkildə yazırıq. Və bu da olur 7-ci sualın. 8-ci sualda da deyir ki, deməli absisi ordinatına bərabər olsun. Yəni bu o deməkdir ki, x y-ə bərabər olsun, y x-ə bərabər olsun. Mən düsturda y bərabərdir 5x minus 12 düsturunda ya istəyərəm y-i ataram, yerinə x yazaram, heç bir fərqi yoxdur. Ya istəsəz bu tənliyi həll eləyərsiniz şagirdlər. Ya da istəsəz y qalar, x-in yerinə y yazarsınız. Yəni bunun heç bir əhəmiyyəti yoxdur. Hansı yolla istəsəz həll eləyin. Yetər ki, x-in əvəzinə y qoyun və yaxud da y-in əvəzinə x qoyun. Çünki onlar zaten bir-birlərinə bərabərdirlər. O zaman 5x minus 12 bərabərdir x-a. 5x çıxılsın x bərabərdir 12-yə. 4x bərabərdir 12-yə. X da bərabərdir 3-ə. X 3-dürsə məcburən y də 3 olacaq. Çünki bunun absisi, yəni x-i ordinatına, yəni y-ə bərabərdir. 9-cu sual deyir ki, yenə də asıllıq üçün absis ordinatından 5 dəfə böyük. Absis ordinatından 5 dəfə böyük. O deməkdir ki, x bərabərdir 5 vurulsun y. Yəni harda x görəcəksinizsə, onun əvəzinə 5y yazacaqsınız. Onda yazıram y bərabərdir. Mən burada x-i harda görürəm? Baxın, burada görürəm. Y bərabərdir 3 vurulsun 5y çıxılsın 84. Aha, 3'ü 5y vururam. 15y çıxılsın 84 bərabərdir y-ə. 15y-dən y çıxanda 84-ə bərabərdir. O da bərabərdir 14y 84. Y-i də tapanda 84-ü 14-ə bölürəm, cavab eləyir 6. Əla, mən y-i tapdım. Amma məndən x-i da istəyir, yəni koordinatlarını istəyir. Və x da 5 dəfə böyükdür y-dən. Ona görə 5 vurulsun 6, cavab eləyir 30. Deməli, x-imiz 30 olur, y-imiz 6 olur. Bu şəkildə göstərə bilərsiniz. 10-cu sualımız, düstur ilə verilən asıllıq üçün absis ordinatından 10 dəfə kiçik. Cümləyə baxaq. Absis kiçikdir, ordinat böyükdür. Onda ordinat bərabərdir 10x yazıram. Baxın, absis ordinatından 10 dəfə kiçikdirsə, əksinə ordinat absisdən 10 dəfə böyük olacaq. Yəni bölməklə eləmirəm. Şəkildə bölməklə də eləyə bilərsiniz. Onlu kəsrə falan gedib verəcəksiniz. Belə daha rahatdır, bu şəkildə işləyək. Yəni mən harda y görəcəmsə, o y-i atıb yerinə nə yazacağam? 10x yazacağam. O zaman yazıram 10x bərabərdir 4x plus 144. 4x gəlsin 10x'in yanına. 10x çıxılsın 4x bərabərdir 144. 6x bərabərdir 144. X də bərabərdir 144'ü bölürəm 6'ya. O da eləyir neçə? 2 dəfə 24. Aha. Axı, y də bundan 10 dəfə böyük idi. Ona görə də 24'ü 10'a vururam 240. Yəni bunun absisi x-i 24 olur. Y də bərabər olur 240'a 10-cu sual. 11-ci sualda deyir, düsturla verilmiş asıllıq üçün yenə absis x-dir, ordinatından 6 vahiddir bu dəfə. Yəni bu dəfə mən y çıxılsın 6 yazacağam. Və harda x görürəmsə, aparıb yerinə y çıxılsın 6 yazacağam. Aha, indi y bərabərdir 3 vurulsun x-in əvəzinə, burada baxın, bu x-in əvəzinə yazıram ki, y minus 6. Çıxılsın 10. İndi həll edirik. Vuraq açaq. 3y vururam. 3y. 3'ü 6'ya vururam. 18 çıxılsın 10 bərabərdir y. Deməli 3y-dən həm 18'i çıxmışam, həm onu çıxmışam. Deməli ümumilikdə 28 çıxmışam. 3y-dən də y çıxıram. 3y çıxılsın y bərabərdir 28. Nəyə əsasən götürürəm bunu? 28 bizdə çıxılandır. Çıxılan tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. 2y bərabərdir 28'ə, y də bərabərdir. 28'i 2'yə böləndə cavab 14. Mən y tapdım. Amma burada mənə deyir ki, koordinatlarını tapın. Y 14 tapdım. X da bərabər idi. Nəyə şagirdlər? X da bərabər idi. Y çıxılsın 6. Yəni 14 çıxılsın 6 lazımdır mənə. O da eləyir neçə? 8. X da bərabər oldu 8'ə 11-ci sualda. 12-ci sualda cədvəldir. Yəni asıllıqdan sadəcə düstur istəyir. Mən baxıram ki, burada 3'ü 2'yə vurublar, 4'ü 2'yə vurublar, 5'i 2'yə vurublar, 6'ı 2'yə vurublar. Yəni y2 tapmaq üçün x-i 2'yə vurublar.
Digərində isə baxıram ki, 1-dir, olub 3, 2-dir, olub 5. Yəni burada 1-i 2-yə vurublar, üzərinə 1 gəliblər. 2-ni 2-yə vurublar, üzərinə 1 gəliblər. 3-ü 2-yə vurublar, üzərinə 1 gəliblər. Yəni y-i tapmaq üçün x-i 2-yə vurublar, üzərinə 1 gəliblər. Növbəti sualımız deməli 14-cü sualdır. Deməli 14-də də nə deyir? Asılılığa görə düsturu yazın. Biz görürük ki, x 1-dir, elə 1 də qalıb. Yəni bu necə baş verə bilər? Tutaq ki, 3-dən 2 çıxanda 1 eləyər. Daha sonra 6-dan 2 çıxanda 4 eləyər. Deməli burada nə ediblər şagirdlər? Y bərabərdir. Y bərabərdir. 3-ü vurublar 1-ə, çıxıblar 1-i. 3-ü vurublar 2-yə, çıxıblar 1-i. Daha doğrusu 3'ü vurublar 2'ye 6 çıxıblar 1 yox, çıxıblar 2'ni çıxıblar, bəli. Onda mən düsturu yazmaq istəsəm y bərabərdir 3 vurulsun x çıxılsın 2 düsturu ilə gedir. Yəni bunu düşünüb tapmaqda olar. Həlli yolu biraz uzundur deyə mən bunların həlli yollarını deməyəcəm sizə. Verilənlərə görə yenə asıllıq düsturunu yazın deyir bizə. Baxıram ki 1'i 2'ye vurup üzerine 18 gəlsəm 20 eləyir. 2'ni 2'ye vurup üzerine 16 gəlsəm 20 eləyir. Deməli bunlar hər birini 20'dən nə isə çıxmaqla alırlar. Onda y bərabərdir 20'dən 1'in 2 mislinə çıxsam, yəni 2 dənə x-i çıxsam, mən 18'i verəcək. 16-cı sualda deyir kilogramı 15 manat olan konfetin x kilogramına y manat verilib. Yəni mən y tapıramsa 1 kilogram 15 manatsa 15 x-a vurmalıyam ki görüm x kilogramı neçə manatdır. 17-ci sualda metri 8 manat olan parçanın A metrinə B manat verilib. Yəni B bərabərdir. A metr alınıbsa 8'i vururam A'ya. Cəmi nə qədər pul vermişəm onu tapıram. Bunlar şifahidir. Eni 23 uzunluğu B olan düzbucağının perimetrini uzunluğundan asıllığını istəyir. Biz də bilirik ki perimetr nəyə bərabərdir? 2 vurulsun. Eni ilə uzunluğun cəmi. B hanı? B-dən asıllığı. İstəsəz vurub aça da bilərsiniz. Burada mötərəzəni belə yaza bilərsiniz ki 46 üstəgəlsin 2B. Yəni bu fərqi yoxdur. İstədiyiniz kimi yaza bilərsiniz. Yəni bunu biraz bu şəkildə gətirək. Belə. 19-cu sualda deyir bir yeşikdə 25 kilogram alma var. Yeşiklərin sayı A'dırsa və almaların da çəkisi B'dirsə, onda 25'i vuraram A'ya. Çünki A yeşikdir, hər yeşikdə də 25'dir. B bərabərdir 25. A düsturu ilə hesablaya bilərəm. Və 20-ci sual tərəfi A olan kvadratın sahəsi S olarsa, S bərabərdir A'nın kvadratı. Zaten bunu bilirik. A'nın kvadratı düsturu ilə hesablanır. Biraz xəttim çirkin oldu. S bərabərdir A'nın kvadratı. Növbəti sualımız 21-ci sualdır. Deməli 21-ci sualda deyir perimetri P'dir. Yəni perimetrini tapmaq üçün 4A bərabərdir P düsturuna hesablanır. Mən bunun tərəfini tapsam perimetri böləcəm 4'ə. Bizə sahənin perimetrdən asıllığını istəyir. Biz də bilirik ki sahə bərabərdir A vurulsuna. A'nın da əvəzinə perimetr bölünsün 4 yazıram. Onda perimetr 4 vurulsun perimetr bölünsün 4. Yəni bu iki dənə nisbəti belə götürək də. Bir-birinə vururuq. P'ni P'yə vururam. P'nin kvadratı 4'ü 4'ə vururam. P'nin kvadratı 4'ü 4'ə vururam. 16. Deməli bizim bu düsturumuz S bərabərdir. P'nin kvadratı böl 16 düsturundan istifadə edəcəyik. Bir qutu şokolad A manatdır. B manat pulu olan şagird bu puldan xərcləyir. Gedir 4 qutu şokolad alır. Biri A manatdırsa 4'ü A'ya vururam və cebindəki puldan da çıxıram, B'dən də çıxıram, xərclədiyi pulu elə bu şəkildə nə qədər pulu qaldığını tapıram. Çəndə x litr su var. 10 gün, yəni hər gün y litr su tökürlər ola. 10 gün nə qədər su tökəcəklər? 10 vurulsun y. Uşaqlar, əgər desəydi 10 gün, hər gün y litr su boşaldılır, onda çıxacaqdınız. Amma çənin üzərinə tökülür deyə toplayırım. 24-cü sual. Bir dənə üçbucaq verib bizə. Bərabər yanlı üçbucaqdır. Yəni tərəfləri AA-dır. Oturacaq tərəfindən 20% azdır. Yəni A'dan çıxıram A'nın 20%-ni. Belə götürək. Yəni A'dan çıxıram 0.2 A-nı. Da qalır 0.8 A. AB nədir yazdım bura? A.
Yazaq, indi biz bunun perimetrini tapaq. P bərabərdir A üstə A üstə 0,8A. O deyilir 2,8A. Buradan da P bərabərdir 2,8A-nı yazırıq. Və nəhayət 25-ci suala baxırıq. 25-ci sual. 25-ci sualda bizdən istədiyi avtomobil əvvəlcə A kilometr, sonra bundan 4 dəfə az A bölünsün 4, yəni 0,25A belə götürürük. Bütün yola nə qədər gedibdi? A üstə gəl 0,25A gedib, o da edir 1,25A. Yəni mənim getdiyim məsafə 1,25A-ya bərabərdir və bu yola 5 saat vaxt sərf eləmişəm. Onda sürət bərabərdir, gedilən yol bölünsün zaman. Gedilən yol 1,25A-dır, zaman da 5-dir. 1,25-i də 5-ə böləndə 0,25A olacaq mənim orta sürətim. 26-cı suala baxaq buradan. Deyir, uzunluğu m metr olan parçanın, yəni parçanın uzunluğu 26, m metrdir. Əvvəlcə 4də birini, yəni m-dən çıxıram, m-in 4də birini, 4də 1 0,25m deməkdir də uşaqlar. Burada yerdə qalır 0,75m. Sonra qalan parçanın 20%-ni, yəni 0,75m-dən çıxacaq. 0,75m-in 20%. 20%-i 5də 1 deməkdir və yaxud da belə də yazaq. Burada 20 bölü 100 fərqi yoxdur. 5də 1 qalır. 0,75m-dən çıxıram. 0,15m. O da qalır nə? 0,16m da olur. Qalan parçanın uzunluğu 0,16m eləyir. 27-ci sualda birinin sahəsi, burada kvadratlardır, amma sayını bilmirik neçə dənədir. Sayını verib bizə m dənədir. Birinin sahəsi 2,56-dır. 2,56. 256 biz bilirik ki 16-nın kvadratıdır. Ona görə bunun bir tərəfi olacaq 1,6. Bu da eni də olacaq 1,6. Alınan düzbucaqlının perimetrini istəyir uşaqlar. Alınan düzbucaqlı budur. Bunun perimetrini istəyir. Düzbucağın eni elə olacaq 1,6. Uzunluğu da olacaq. Burada neçə dənə 1,6 var? M sayda. M vurulsun 1,6. Onda mən bu düzbucağın perimetrini tapmaq istəyirəmsə 1,6, yəni uzunluq da 1,6 m'dir. 1,6 üstə gəlsin 1,6 m'i vuracam nəyə? 2-yə. Çünki eni ilə uzunluğunun cəminin 2 mislidir. Vurub aça da bilərik. 2-ni 1,6-ya vuranda eləcək 3,2 üstə gəlsin 3,2 m. Buradan da perimetr bərabərdir. 3,2 üstə gəlsin 3,2 m. Toplanılan yerini dəyişik də yaza bilərsiniz. Yəni 3,2 m üstə gəlinsin. 3,2 də yaza bilərsiniz. Heç bir fərqi yoxdur. 28-də sürəti A olan kater B km/saat çayda 3 saat axını ilə. Biz bilirik ki, axını ilə sürəti tapmaq üçün öz sürətinin üzərinə çayın sürətini gəlmək lazımdır. Yəni A ilə B-ni toplayıram. Neçə saat gedib axını ilə? 3 saat. Bəs axına qarşı A çıxılsın B olacaq. Neçə saat gedib? 1 saat. Cəmi nə qədər yol gedib? Bu da bizim yolumuz. Vurub açıb sadələşdiririk. 3-ü A-ya vururam 3A, 3-ü B-yə vururam 3B, 1-i A-ya vururam A, 1-i B-yə vururam B. 3A-nın A-nı toplayanda 4A, 3B-dən də B-ni çıxanda 2B qalır. Deməli, getdiyi yol, cəmi yol S bərabərdir 4A üstə gəl 2B düsturu ilə hesablana bilər. 29-cu sualda deyir X 24 olarsa Y2 tapın. Aha, indi biz əvvəlcə asıllığı təyin eləyək. Görək hansı asıllıqdır? Burada necə asıllıq əmələ gəlibdir? 1-in kvadratı 1, 2-in kvadratı 4, 3-ün kvadratı 9, 4-ün kvadratı 16. Onda Y bərabər X-in kvadratı düsturundan istifadə olunubdur. 24-ün də kvadratı edir nə? 576 bizim cavabımız. Burada da yenə 1-in kvadratı 1, 2-in kvadratı 4, yenə Y bərabərdir X-in kvadratıdır. İndi burada Y2 veribdir. Yəni X-in kvadratı bərabərdir 144-ə. Bəs X hansı ədədiymiş? X 12 imiş. 31-ci sualda deyir ki, düzbucağının daxilinə 6 bərabər çevrə çəkilibdir. Şagirdlər, bunu yaxınlaşdıran bir baxın siz buradan. Bu çevrənin radiusudur. Baxın, buradan bura radius, buradan bura radius, radius, radius. Deməli, bu düzbucaqlının enini tapmaq istəsəm, bax bu eni tapmaq istəsəm, nəyə bərabərdir? M bərabərdir 4 dənə radiusa. Uzunluq da bərabərdir 6 dənə radiusa. Aha. İndi sahəni axtarıram. S bərabərdir 4 dənə radius vurulsun 6 dənə radius.
4'ü 6-ya vururam. 24 radiusla radiusa vuranda radiusun kvadratı 24 elin kvadratı. Dairələrin sayı m'dir. Bilmirik neçə dənə dairə var, amma bilirik ki kvadratların da sayı n'dir. Hər kvadratın ətrafında 4 dənə dairə var. Ümumi dairələrin sayını tapanda kvadratların sayını neyinirik? Vururuq 4'ə. Bu şəkildə də qalır sadə bir tapşırıqdır. Boyu 15 cm olan bitki her gün 3 cm boyatır. Aha, 15 cm'dir. Her gün 3 cm boyatır. Açsın. X gündən sonra y ilə ifadə eləsək, bunun boyu bərabər olacaq nəyə? 15 üstə gəlinsin 3 vur x. Və yaxud da y bərabərdir 3x üstə gəlsin 15. Yəni fərqi yoxdur. Necə istəyirsiniz elə də yaza bilərsiniz. Bu birincisi oldu. İkincisində 30 gündən sonra bitkinin boyu, yəni y bərabərdir 3 vur 30 üstə gəl 15. O da eləyəcək nə? 105. 34-cü sual. Kiçiyi a olan 4 ardıcıl natural ədəddən gedir söhbət. Kiçiyi a'dır. Digəri a plus 1, a plus 2, a plus 3 ardıcıl ədədlərdir. Bunlar da cəmi b'dir. Onda b bərabərdir 4a üstə gəlinsin 6 yaza bilərəm. Aha. Ardıcıl ədədlərdir, cüt falan demir, xeyr, problem yoxdur. Ən böyük x olan 5 ardıcıl cüt ədəd. Yəni birincisi x-dır, digəri x minus 2, x minus 4, x minus 6, x minus 8. Niyə ən böyük mən x götürdüm? Burada ən böyük x deyir və ardıcıl cüt olduqlarına görə 2 geriyə saydım. Onda burada mən y-i tapmaq istəsəm, 5 dənə x-dan nəyi çıxıblar şagirdlər? 5 dənə x-dan 20'ni çıxıblar. Yazıram ki, y bərabərdir 5x çıxılsın 20. 35-ci sualdır və 36-cı suala baxırıq. Rənglənmiş hissənin sahəsini S ilə və AB-dən asılılığı. Biz bilirik ki, xalça otaq məsələlərində bilirdik ki, otaqda kənarda qalan sahəni tapmaq üçün otağın sahəsindən xalçanın sahəsini çıxmaq lazımdır. O da bərabərdir 420 çıxılsın AB. Və sonuncu sualda deyir ki, 6 bucaqlının, şagirdlər 6 bucaqlı baxın budur, bu qırmızı ilə üstündən getdiyimdir. Bunda hər tərəfi A-da, onda perimetri 6A bərabərdir, P olacaq. Bir tərəfi olacaq, perimetri bölünsün 6. Bizə deyir, alınan fiqurun perimetri. Bir şeyə diqqət edirik ki, alınan fiqurun perimetrindən söhbət gedirsə, əgər alınan fiqurun perimetrindən söhbət gedirsə, biz kənarları görürsünüzmü? Nəyi rəyləmişəmsə bizə onların uzunluğu lazımdır. Rəylədiyim hissədə də 12 dənə hissədir. 12 dənə A-dır. Biz də 12'ni vururuq. A-nı tapmışıq. Perimetr bölü 6. 12 ilə 6 gedir. 2 vurulsun perimetr. Yəni bunun da cavabı olur 2P. Bu qədər şagirdlər, növbəti izahlarda görüşmək ümidi.